bərbad vəziyyətində. Marşrut gəlir, bir bura adam götürməsiz, götürə bilmir. Yolda saxlayır, burada qəzalı vəziyyət yaradır. Qəzalı vəziyyət yaradır. Marşrut şoferləri, dispetçerlər, ya da hamısı deşik qarışır. İcra hakimiyyəti, ya bələdiyyə, ya Orxan baxır, ya Maharət baxır, kim baxırsa da bu qurumlar hansı baxır. Kim baxırsa bu astronomikalara. Yəni astronomikamızda bərbad vəziyyətində yaman işləyir. Bu da ki marşrutdur. 20 adam. Şirvan-Səlyan Çılpaqlı yolunda hərəkət günü-gündən çətinləşir. Media TV Azmedia qrupuna müraciət edən Şirvan sakinləri bildirirlər ki, illərdir bu yolların qayğısına qalan yoxdur. Şəhərin Çılpaqlı qəsəbəsinin yolu, marşrutu demək olar ki, yoxdur. Vətəndaşlar əziyyət çəkir. Narazı sakinlər Şirvan şəhərinin içərisində aparılan təmir bərpa işlərindən Şirvan-Səlyan Çılpaqlı yolunda da aparılmasını istəyirlər. Vətəndaşları təqdim edirik, qarşı tərəfi dinləməyə hazır. Mən də Şirvan şəhər sakiniyəm, Alim Novruzov. Mən bu şəhərimizin yolları ilə bağlı aidiyyatı qurumlara səslənirəm buradan. Yəni şəhərimizdəki yolların yarısı düzəlib, yarısı bərbad vəziyyətdədir. Bu yolda Səlyana gedən yoldur. Yəni həm də buradan el qəbristanlığına yol var buradan. Yəni mən də indi bizim də maşınımız var, bizim də ölümümüz var. Ziyarətə gedəndə çox narahatdır yol. Maşınımız dağılır, yəni çox ziyana düşürük. Yəni bilmirik yemək içməyə verə, bilmirik maşının zapsasına verə, yəni ehtiyac hissələrlə. Yəni nəyə demək ki, bu aidiyyatı qurumlara səslənir. Xahiş edirik, bu yolların da bir düzəlməyində xahiş edirik, köməklik edirik. Bunun yarısı da bu şəhərin yarı hissəsi düzəlib, yarı hissəsi qalıb. Yəni biri dünyasını dəyişəndə cənazə maşınında meyidimiz kullanır, düşür. Bu hörmətsizlik də bu olmur. Belə şey olmaz axı. Bu yolun, şəhər yolu belə olmamalıdır. Cənab Prezident, sizdən xahiş edirəm. Bizim bu Şirvan şəhəri məmurlarından bizim canımızı qutarın. Gedirik, bizi qaytarırlar da ki, get, yoxdur, pul yoxdur, fond yoxdur. Fond yoxdursa nətər olar işləyirlər ki, elə fond yoxdur, lazımı özləri üçün işlədirlər hamısı. Yolumuz yox, marşrutumuz yox, məktəb uzaqda, yeriyib uçağa apara bilmirik, palçığın içindən, kürəyimizə götürüb aparır uşaqları. Hörmətli başçı, bu Şirvan-Səlyan yoludur bu. Bura neçə vaxtı əl dəyirmiş. Mən bunu itəyim, bax, pis vəziyyət, qabağı yağışlayırlar, gör, hamısı lüklar. Həm də ən vacibi el qəbristanlığı, açı. Bura aparanda, dəfn olunanda, inanırsa lüka düzsən, meyit tərpənir. O böyük faciədir, o heç kim müsəlmançılıqda elə şey yoxdur. Niyə bunu həll olunmur, niyə? Düz, neçə ildir bu yol gəlmir. Təhsərdə iş gedir, alqışlayırıq. 20 gündə, 10 gündə başlayıblar. Bunu deyir də bu. Səlyan, Şirvan yoludur, Çılpaqlı yolu. Ən çətin şey yoldur bura. Eləmir, təmir olunmayıb bura, heç vaxt. Biz də səsimizi deyir, Cənab Prezidentin Allah ömrü verir, can sağlığı verir. Bu göstəriş verir, var imkan. Var qardaş, buranı da eləyin, də qardaş. Bu Səlyan, olur, Allah'da xoş gedər. Gənə deyirəm, bu el qəbristanlığa buradan gedir, lüka düşürür, yağburçılıqdır bu. Olmaz, gör nə boyda lüklər var, yağış yağanda gör nə olacaq. Xahiş edirik, Cənab Prezidentin Allah ömür versin, gənə təkrar deyirəm. Burada başçı da bura nəzarət edir, mavinlər buradan keçir gündə. Görmürlər bu gör nə gündədir. Biri var Şirvan asfalt zavodu olmuyor, asfalt zavodu olurlar. Asfalt zavodu çox küçələr vəziyyətində. Arvad deyir, bir cəngəlliyyətdir. Sağ olsun İlham müəllim bilənləri qreder verdi, oranı qreder. İnanın cəmaatın üzünə elə az qala cəmaat sevincindən ağlayar ki, elə bir dənə qrederlə sevinir ki, Allah çox şükür Çılpaqlı yada sağ. Məmmədqulu qızı. Şirvan şəhərində anadan olmuşam, keçmiş Əlbayramda. Anadan olmuşam, burada yaşayıram, buralıyam da. Özüm də Çılpaqlı qəsəbəsində 91-ci ildən yaşayıram. İndiyə qədər balot idi, bir damcı 15-ci ildə düzəldildi. Kərpic zavodunun sınıq kərpicləri gətirildi. Ondan sonra baxılmır. Hara gedirəm şikayətə, heç kəs baxmır. Da yığışıb oturmuşam. İndi burada insan yaşayır. Vəhşi döyürük, heyvan döyürük. Ondan sonra cəngəllikdə yaşamırıq. Biz gül kimi Azərbaycanda yaşayırıq. Elə bir Azərbaycanda yaşayırıq ki, hər ehtiyacı ödəməyə gücü çatır. Hər şey var. Amma baxanı yoxdur, yiyəsi yoxdur. Ümidim sizə də, ay Mehriban xanım, ay İlham Əliyev, nə olar bizə də rəhm eləyin ki, biz uşaqlarımızı məktəbə adam kimi aparaq. Dalımızda, kürəyimizdə aparmayaq.
palçığın içində aparıb gələndə paltar tapmırıq geyindirməyə. Heç olmasa sökülən torpaqları, asfaltları gətirib töksələr, bəlkə indiyə düzələrdi. Marşrut yox, maşın gəlmir. Hər reysi taksi ilə də məcbur olub xəstə aparıb, xəstə gətəndə 10 manat, 10 manat bir yarı pul veririk. O da pensiya baxan adamlıq.